1 fevral Qoç 1 fevral qoçlar üçün enerjinin yüksəldiyi, məqsədlərin daha da aydın göründüyü gündür. Günün ilk hissəsində irəli atılmaq, yeni işə başlamaq və ya uzun müddətdir düşündüyün bir ideyanı aktivləşdirmək üçün güclü bir daxili motivasiya hiss edəcəksən. Çevrə ilə ünsiyyətdə daha açıq, daha lider ruhlu olacaqsan. Ətrafdakılar sənin fikirlərini bugün daha ciddi qəbul edə bilər. İşdə sürətli qərarlar vermək lazım ola bilər, amma diqqətli ol, tezlik həmişə ən doğru seçim demək deyil. Günün ortasında gözlənilməz bir mesaj, xəbər və ya təklif motivasiyanı artıra bilər. Münasibətlərdə isə daha açıq danışıq, hissləri ifadə etmək və yanlış anlaşılmaları aradan qaldırmaq üçün əlverişli vaxtdır. Axşam saatlarında bədənin bir qədər yorula bilər, ona görə qısa istirahət və ya açıq hava sənin enerjini bərpa edəcək. Bu günü başlamaq, irəliləmək və öz sözünü demək günüdür. Buğa 1 fevral buğalar üçün həm maddi, həm də emosional baxımdan sabitlik axtardığın bir gündür. Sakit, amma çox məhsuldar bir ritm var günün ilk hissəsində maddi planlama, büdcə, alış-veriş və ya uzun müddətli gəlir planı qurmaq üçün əla vaxtdır. İşdə detalları daha yaxşı görə bilərsən və bu, səhvlərin qarşısını almağa kömək edəcək. Günün ortasında ailə və ya yaxın çevrədən kimsə ilə səmimi bir söhbət etmək ehtiyacı yarana bilər. Bu danışıq sənə daxili rahatlıq gətirəcək. Münasibətlərdə daha yumuşaq, amma sabit davranış sərgiləyəcəksən. Təbiətlə təmas, musiqi və ya sevdiyin hər hansı yaradıcı fəaliyyət bugün sənin ruhuna çox yaxşı təsir edəcək. Axşam saatlarında günün yorğunluğu çıxa bilər, amma içində bir rahatlıq və məmnunluq hissi olacaq. Bugün sənə həm balans, həm də sakit güc bəxş edir. Əkizlər 1 fevral əkizlər üçün ünsiyyətin, fikir axınının və sosial aktivliyin çox gücləndiyi gündür. Sanki beynin daha sürətli işləyir və bütün gün boyunca ideyalar bir-birini əvəz edir. Yazışmalar, telefon danışıqları, planlar, yarımçıq qalan işlər, hamısını daha asan idarə edəcəksən. Günün ilk hissəsində yeni məlumat öyrənmək, araşdırma aparmaq və ya təhsil sahəsində addım atmaq üçün yüksək konsentrasiya enerjisi var günün ortasında çoxdan gözlədiyin bir cavab və ya xəbər gələ bilər. Əgər yarımçıq qalmış bir fikir ayrılığı və ya yanlış anlaşılma varsa, bugün danışaraq həll etmək mümkündür. Günün sonunda isə beynin yüklənə bilər, ona görə sosial mediadan, telefon səs-küyündən bir qədər uzaqlaşmaq faydalı olacaq. Bugün sənin üçün həm kommunikasiya, həm də intellektual inkişaf günüdür. Xərçəng 1 fevral xərçənglər üçün həm emosional, həm də praktiki baxımdan dərin bir gündür. Günün ilk hissəsində ev, ailə və şəxsi həyatla bağlı planlar ön plandadır. Evi toplamaq, bir şeyi düzəltmək, gələcək üçün təşkilatlama aparmaq sənə rahatlıq gətirəcək. Günün ortasında bir ailə üzvü, yaxın dost və ya dəyər verdiyin biri ilə səmimi bir danışıq baş tuta bilər. Bu danışıq həm münasibətləri gücləndirəcək, həm də içində yüngüllük yaradacaq. İşdə isə daha ciddi və məsuliyyətli bir enerji var. Detalları qaçırmadan hər şeyi idarə edə biləcəksən. Axşam saatlarında emosional olaraq biraz dərin hisslər yaşaya bilərsən, ona görə özünə zaman ayırmaq, musiqi və ya sakit bir atmosferdə olmaq yaxşı təsir göstərəcək. Bugün həm iç dünyanı gücləndirir, həm də həyatını daha nizamlı edir. Şir 1 fevral şirlər üçün diqqət, özünə güvən və sosial parıltı günü olacaq. Günün ilk hissəsində işlə bağlı vacib bir məsələni həll etmək və ya bir layihəni daha diqqətə layiq hala gətirmək mümkündür. Yaradıcılıq gücün artır və sən özünü ifadə etdikcə insanlar daha çox dinləyəcək. Günün ortasında bir təklif və ya yüksək motivasiya gətirən bir xəbər ala bilərsən. Münasibətlərdə isə daha romantik, daha açıq və mehriban davranış göstərməyə meyilli olacaqsan. Ətrafındakılar səndən enerji alacaq. Axşam saatlarında sosial olmaq, dostlarla söhbət etmək və ya sadəcə özünə yaxşı baxmaq istəyə bilərsən. Bugün səni həm ön plana çıxarır, həm də gücləndirir. Qız 1 fevral qızlar üçün məhsuldarlıq, analiz və sistem qurmaq günü kimi keçir. Səhər saatlarından etibarən diqqətin çox yüksəkdir. Masaüstü toplamaq, işdə plan qurmaq, gələcək addımları detallı şəkildə yazmaq və ya yarımçıq qalmış işləri tamamlanmaq üçün əla enerjilər var günün ortasında bir xəbər və ya işlə bağlı kiçik, amma faydalı dəyişiklik ola bilər.
Maddi məsələlərdə daha realçısını, buna görə səhv etmək ehtimalın çox aşağıdır. Münasibətlərdə isə biraz analiz edən tərəfin güclü işlədiyi üçün hər sözü daha çox düşünə bilərsən. Axşam saatlarında isə yüngül yorğunluq ola bilər, amma bu yaxşı mənada məhsuldarlıq yorğunluğudur. Bu günü düzən yaratmaq, detalları həll etmək və təhlükəsiz planlamaq günüdür. Tərəzi 1 fevral tərəzilər üçün harmoniya, estetik və sosial əlaqələr günü olacaq. Günün ilk hissəsində qarşılıqlı anlaşma tələb edən işlər, danışıqlar və əməkdaşlıqlar yaxşı nəticə verə bilər. İnsanlar sənin yumşaq və ədalətli münasibətindən təsirlənəcək. Günün ortasında gözəl bir xəbər, dəvət və ya sosial aktivlik ola bilər. Estetik baxımdan güclü gün olduğu üçün dekorasiya, moda, dizayn və ya bədii fəaliyyətlə məşğul olmaq ruhunu yüksəldəcək. Münasibətlərdə isə daha romantik və ahəngdar davranış göstərməyə meyillisən. Axşam saatlarında özünə vaxt ayırmaq, sakit musiqi və ya sevdiyin bir fəaliyyətlə məşğul olmaq balansını qoruyacaq. Bu gün sənin üçün həm gözəllik, həm də ahəng günüdür. Əqrəb 1 fevral əqrəblər üçün introspektiv, yəni içdən düşünmə və dərinlik gətirən bir gündür. Səhərdən bəri analiz gücün artır. Bir problemi kökündən araşdırmaq, uzun müddət cavabını tapa bilmədiyin məsələyə aydınlıq gətirmək mümkündür. Günün ortasında iş və maddi sahədə diqqət tələb edən bir məsələ ortaya çıxa bilər, amma sən bunu çox rahatlıqla idarə edəcəksən. Münasibətlərdə biraz ciddi, amma səmimi yanaşma olacaq. İç dünyanda güclü bir dəyişiklik enerjisi var. Sanki nəyisə geridə buraxmağa hazırlaşırsan. Axşam saatlarında isə sakitlik, tək qalmaq və emosional enerjini yeniləmək sənin üçün çox vacibdir. Bugün həm güclü fərqindəlik, həm də daxili rahatlama gətirir. Ox atan 1 fevral ox atan üçün ümid, genişlənmə və motivasiya günüdür. Sənin üçün yeni başlanğıclar, yeni fikirlər, yeni yollar bugün daha əlçatan görünür. Səhərdən etibarən enerjin artır və böyük düşünməyi daha çox istəyə bilərsən. Uzaq gələcək üçün planlar qurmaq, təhsil, kurs, səyahət və ya layihələrlə bağlı addım atmaq üçün əla zamandır. Günün ortasında bir təklif, yaxşı xəbər və ya yenilik ola bilər. Münasibətlərdə daha açıq, pozitiv və səmimi davranış göstərəcəksən. Axşam saatlarında isə enerjin daha yumşaq olacaq. Sakit bir film, musiqi və ya özünə vaxt ayırmaq sənə çox yaxşı təsir edəcək. Bugün sənin üçün həm motivasiya, həm də gələcəyə fokuslanma günüdür. Oğlaq 1 fevral oğlaqlar üçün ciddi qərarlar, planlaşdırma və məsuliyyət enerjisi güclənir. Günün ilk hissəsindən etibarən işlə bağlı mühüm bir tapşırıq, plan və ya strategiya üzərində işləyə bilərsən. Konsentrasiyan çox yüksəkdir, buna görə səhvsiz nəticə əldə etmək asandır. Maddi sahədə də diqqətli yanaşma sərgiləyəcəksən. Günün ortasında ailə və şəxsi həyatla bağlı bir məsələ düşüncəni çəkə bilər, amma sən bunu da ağılla idarə edəcəksən. Münasibətlərdə biraz ciddi, amma çox dürüst olacaqsan. Axşam saatlarında özünə vaxt ayırmaq, biraz istirahət etmək və beynini yüngülləşdirmək yaxşı təsir göstərir. Bugün həm iş, həm də şəxsi məsuliyyətləri nizama salmaq üçün əladır. Dolça 1 fevral dolçalar üçün yaradıcı, innovativ və sosial enerjilərlə dolu gündür. Səhərdən etibarən beynin yeni ideyalarla qarışır və hər birini gerçəkləşdirmək istəyirsən. Texnologiya, internet, dizayn və yaradıcı sahələrdə çalışan dolçalar xüsusi ilham hiss edə bilər. Günün ortasında sosial çevrədən gələn maraqlı bir xəbər, mesaj və ya dəvət ola bilər. Münasibətlərdə isə daha açıq, səmimi və orijinal davranış göstərirsən, insanlar sənin səmimiyyətini tez hiss edəcək. Maddi məsələlərdə impulsiv qərarları biraz azaltmaq yaxşı olar. Axşam saatlarında isə özünə vaxt ayıraraq yeni planlar qurmaq üçün yaxşı vaxtdır. Bugün sənin üçün həm motivasiya, həm də yaradıcılıq gündür. Balıq 1 fevral balıqlar üçün dərin hisslər və ilhamla dolu bir gündür. Səhər saatlarından etibarən daha həssas, daha yaradıcı və daha intuitiv ola bilərsən. Bugün iç səsin çox güclüdür, hansı qərarın doğru olduğunu hisslərinlə belə anlaya biləcəksən. İşdə isə sakit, amma stabil ritmdə irəliləyirsən.
Günün ortasında xoş bir xəbər və ya emosional olaraq yüngülləşdirən bir söhbət ola bilər. Münasibətlərdə daha yumşaq, şəfqətli və anlayışlı davranış göstərirsən. Axşam saatlarında meditasiya, sakit musiqi və ya yaradıcılıq fəaliyyətləri, rəsm, yazı, montaj və sənə çox yaxşı təsir edəcək. Bu gün həm ruhunu yüngülləşdirir, həm də ilhamını artırır.